baş verən hadisələr, fitnələr və dəyişikliklər insanın qəlbinin qəflətə düşməsinə, yəni bu içərisində yaşadığımız fitnələr insanın qəlbinin qəflətə düşməsinə və axirəti unutmasına səbəb olur. Axirətin dəhşətlərini, mərhələlərini unutmağa səbəb olur. Hansı ki, o mərhələləri bizdən hər birimiz keçəcəyik. Dünyadan ötürü özümüzü həlak edir və şiddətli şəkildə dünyaya sürüklənir, amma qarşımızda olan bu dəhşətlər unudulur. Nəfslər elədir ki, insan nəfsi üzərində çalışmadısa və xüsusən də son dövrlərdə tənbəllik üz verir və nəfs istəklərinə yönəlir, şəhvətlərinə yönəlir və sonra arzular içərisində olur. Və bunu da, necə ki İbn Rəcəb Rahiməhullah deyir ki, bunu da müalicə edən ya insanda güclü qorxunun olması və yaxud şövqün, narahat edici bir şövqün, sevginin olmasıdır. Və buna görə də qəlbimizi hərəkətə gətirecək bir şeyə ehtiyacımız var. Axirəti xatırlamaqla, axirətin mərhələlərini, hansı ki bununla Allaha gedən yolumuzu düzəltməyimiz üçün, Allah Teala'nın bizi çəkindirdiyi, qorxutduğu ən böyük məsələlərdən biri də yevmul qiyamə, qiyamət günüdür. Və qiyamətin əzəmətli dəhşətləridir. Və hətta Qur'andan ən axırıncı nazil olan vəhiy bundan qorxudur, axirətdən çəkindirir. Allah Teala buyurur: "Vettaqu yevmen turcaun fihi ilallah." Qorxun o gündən ki, o gün Allah'a qaytarılacaqsınız. "Thumma tuwaffa kullu nefsin ma kasabat ve hum la yuzlamun." Sonra hər bir kəsə qazandığı tam şəkildə ödəniləcək və onlara əsla zülm olmayacaqdır. Və həmçinin Allah Teala digər ayələrdə də o gündən, yəni qiyamət günündən, qiyamətin dəhşətlərindən bizi çəkindirir və qiyamətin dəhşətlərini bizə yaxınlaşdırır. Elə bil ki, qiyamət sabah kimidir. Necə ki Allah Teala buyurur: "Ya eyyuhellezine amenu ittaqullah vel tanzur nefsun ma qaddemet ligadin vettaqullah." Ey iman gətirənlər, Allahdan qorxun, təqvalı olun və sizdən hər bir kəs sabahı üçün nə hazırladığına baxsın. Allahdan qorxun. Vettaqullah innallah xabirun bima ta'malun. Allah Teala sizin etdiklərinizdən xəbərdardır. Allah Teala müxtəlif formada, müxtəlif şəkildə qiyamət günündən çəkindirir. Və nə qədər Allah Teala qiyaməti zikr edir. Yevm deyərək, yəni o gün deyərək, o gün deyərək. Yəni o gün, yevm deyilməsi o günün nə qədər əzəmətli olmasını bildirir. Və ondan çəkindirməyi bildirir. Allah Teala buyurur: "Yevme yaqumun nasu li rabbil alamin." O günü, yevme yaqumun nas. O gün insanlar qalxılacaq aləmlərin Rəbbinin huzuruna. Yevme ta'ti kullu nefsin tujadilu an nefsiha. O gün, yəni fikir verin, o gün hər bir kəs özünü mücadilə etmək üçün, müdafiə etmək üçün gələcəkdir. Yevme yecma'ullahu rusul. O gün Allah Teala rasulları toplayacaqdır. Və Allah Teala beləcə o gün deyərək qiyaməti zikr edir. Onun şanını ucaltmaq üçün 26'dan çox yerdə o gün deyərək Allah Teala qiyamətin
əzəmətinə, onun dəhşətlərinə işarə edir. Yəni bu da ona görədir ki, heç bir kəsdə qafil insanda üzür qalmasın, bəhanə yeri qalmasın deyə. Yəni Allah Teala qiyamətin adlarını müxtəlif şəkildə zikr edir. Yəni qiyamətin adları çoxdur. 18-dən artıq adını gətirir Allah Teala. Və Qurtubi rahimehullah deyir ki, qiyamətin adlarının çox olması onun nə qədər əzəmətli olmasına, şanının böyük olmasına dəlalət edir. Və ümumi qayda olaraq şanı uca olan bir şeyin adları da, vəsfləri də çox olur. Və bu da ərəblərdə bir üslub yol idi. Və buna görə baxın, qılınc, yəni qılıncın onlarda yeri, dərəcəsi olduğuna görə onlar qılınca 500 ad qoymuşlar. Qılıncın 500 adı var, müxtəlif formada. Yəni müxtəlif ləfslərdə qılıncın adı vardır. Və həmçində qiyamətin də adlarının çox olması qiyamətin nə qədər dəhşətli olmasını, əzəmətli olmasını bildirir. Qiyamət günü gəlir ki, yevmul qiyamə. Qiyamət günü yevmul haqqa. Haqqa surəsi də vardır. Yevmul qari'a, yevmus saxxa. Bunlar hamısı qiyamətin adlarındandır. Yevmud dammətul kubra. Yevmə tərcufur racifə, tətbə'uhər radifə. Yevmul vaqi'a, əzifə və həmçinin həşr günü adlanır, hesab günü adlanır və bundan başqa qiyamətin adları vardır. Lakin indi danışacağımız mövzu isə yevmut təlaqdır. Yəni qiyamətin adlarından biri yevmut təlaq. Yevmut təlaq yəni görüş günüdür. Qiyamətin adlarındandır. Allah Teala buyurur: "Rafi'ud derecati zul arşi yulqir ruha min emrihi ala men yeşâ'u min ibadihi liyundira yevmet telaq." Dereceleri kaldıran, erşin sahibi, ruhu, yani vəhyi bendelerinden istediğine telgin edir ki, bununla bendelerinden istediğini telaq günü ile, yani görüş günü ile korkutsun. Telaq günü, yani görüş günü nedir? Görüş günü, o günü insanlar, yani nifak ehli, facirlerin uduzluğu, husrana uğradığı bir gündür. O gün səhifələr, əməl dəftərləri havada uçacaqdır. Və o gün göz yaşlarının axdığı bir gündür. Bəli, Allah Teala bizi o gündən çəkindirir. Yevmut təlaq. Bunun altına, görüş gününün altına 4 məna daxildir. Hansı ki, ahirətin səhnələrindən sayılır. Birinci məna, o günü birincilər və axırıncılar görüşəcəkdir. Görüş günü, o deməkdir ki, birincilər və sonuncular o günü görüşəcəkdir. Səma əhli ilə yer əhli görüşəcəkdir. İkinci mənası isə, o günü məzlumla zalim görüşəcəkdir. Zülm olunan kimsə ilə zalim qarşı-qarşıya gələcəkdir. Üçüncü mənası isə, o günü məxluq xaliqi ilə görüşəcəkdir. Dördüncü mənası isə, o gün hər bir insan öz əməli ilə görüşəcəkdir. İndi bir balaca bu mənalara toxunaq. Onlardan birincisi, birincilər və axırıncılar göy əhli və yer əhli görüşəcəkdir. Və insana artıq düşündüyü zaman bütün insanların halı bəlli olur. Yəni Allah Teala baxın, yəni ilk yaradılış yaranan gündən son günə qədər yaranmışlar hamısı qarşılaşacaqdır. Və onlar qəbirlərindən çıxır. Qəbirlərindən çəyirtkə kimi çıxacaqlar. Yəni elə bir haldır ki, ümumiyyətlə tarix buna şahid olmayıb.
necə də dəhşətli bir anlardır. Və o gün yer özündə olan gizlinləri ortaya çıxaracaqdır. Fətəvəllə anhum, onlardan üz çevir. Yevmə yəd'ud da'i ilə şeyun nukur, o gün carçı dəhşətli bir şeyə çağıracaqdır. Xuşşə'an absaruhum, o gün onların gözləri zəlil şəkildə olacaqdır. Yaxrucuna minəl əcdəfi, onlar qəbirlərdən çıxacaqlar. Kənnəhum caradun munteşir, səpələnmiş çəyirtkə kimi. Muhti'inə iləd-də, və onlar carçıya tərəf yönələcəklər. Yəni baxın, fikirləşin, yəni insan o günü, o dəhşətli gündə halı necə olacaqdır? Və bütün insanlar o məhşər meydanına toplaşacaqlar. Heç bir şeyə çevrilmədən. Necə də dəhşətli bir say. Baxın, cinlərin sayına qədər, quşların sayına qədər, heyvanların sayına qədər, nə qədər vəhşilər, hamısı toplanacaq, həşr olunacaqdır. Və həşərnəhum fələm nüqadi minhum əhəd. Allah Teala buyurur, biz onların hamısı həşr edəcək və onlardan heç birisini tərk etməyəcək. Qul innəl əvvəlinə vəl-əxirin ləməcmu'unə ilə miqati yevmin ma'lum. De ki, bütün birincilər və axırıncılar o təyin olunmuş gündə cəm olunacaqlar. Zəlikə yevmun məcmu'un, yəni o gün artıq cəm olunma bir günüdür. Və zəlikə yevmun məşhud, və həmçinin o şahidlərin olduğu bir gündür. Yəni Allah Teala o gün, yəni hər kəsi, səhralarda ölənləri, dənizdə batanların hamısı cəm edəcəkdir. Hansı ki onlar ölüblər, parçalanıblar və yaxud da pərəm-pərəm düşüblər və hamısı cəm olunacaqdır. Əynəmə təkunu yəti bikumullahu cəmi'a. Yəni siz harada olsanız da Allah Teala sizin hamınızı gətirəcəkdir. Hətta heyvanlar da, vəhşi heyvanlar da, hətta balaca həşaratlar belə gətiriləcəkdir. Balaca qarışqalar belə. Və mə min dəbbətin fil ardı və lə dairin yatiru bi cənahi illə uməmun əmthəlukum. Yer üzərində gəzən elə bir canlı, göydə qanat çalan elə bir quş yoxdur ki, sizin kimi bir ümmət olmasın. Mə farratnə fil kitabi min şey, və biz kitabda heç bir şey tərk etmədik. Thummə ilə rabbihim yuhşarun. Sonra onların hamısı Rəbbinin huzuruna toplanacaqlar. La ilahe illallah. Yəni insan bunu düşündüyü zaman necə də dəhşətlidir. Yəni insan bu qədər izdiham içərisində Rəbbinin qarşısında bədəni çılpaq, ayaq yalın olacaqdır. Və hər tərəfdən heyvanlar gələcək, insanlar gələcək. Allah Teala'nın qarşısında hamısı başı aşağı olacaqdır. Və həmçinin şeytanlar o qədər azğınlığından sonra, inadkarlığından sonra müthiş halda, zəlil halda Allahın qarşısına gələcəklər. Yəni necə də dəhşətli bir mənzərədir. Hətta mələklər nazil olacaqdır göydən. Və o vaxtda artıq hamı cəm olacaq, toplaşacaq, insanlar, cinlər və Allah Teala hətta heyvanlara, yəni izin verəcəkdir və cinlərdən, insanlardan başqalarına onları əhatə edəcəklər. Hətta mələklər belə onları əhatə edəcəkdir və onda insanların hərəkətləri dayanacaq və səsləri qısılacaqdır və yalnız danışıqları isə pıçıltı olacaqdır. Yevmə yaqumu ruhu vel mələikətu saffa. O gün Cəbrail aleyhissalam və mələklər səf-səf duracaq. La yetəkəlləmunə illə mən əzinə ləhur-rəhmən. Yalnız Allah Teala'nın izin verdiyi kimsə danışacaqdır. Və qalə savabə, yalnız doğrunu deyəcəklər. Və o gün günəş yaxınlaşacaqdır. Və günəşin istisi 10 ilin istisi veriləcəkdir günəşə. 10 ilin istisi. Və insanların başları üzərində olacaq və həmçinin yaxınlaşdırılacaqdır. Necə dəhşətli bir mənzərədir. Və o məşəqqətə qatlaşacaqlar, əziyyəti çəkəcəklər. İnsanlar necə sıxıntı içərisində olacaqdır. Dözülməyəcək bir sıxıntı içərisində. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki,
onların üzerinde güneşin istisi ve aynı zamanda susuzluq cəm olacaqdır. İzdiham ve ter içerisinde olacaklar. Ve insanlar günahlarına göre terin içerisinde olacaklar. Allah Teala yani o bedenlerin kalmasına hüküm vermiştir. Eğer Allah Teala o bedenlerin kalmasına hüküm vermeseydi güneşin istisinden buharlanardılar. Hatta elə insanların daha çok doğrusu birçoğu isteyecektir ki cehenneme atılsın. Yani o andan kurtarmak için. Yani cehenneme atılmak bahasına olsa belə o şiddetli andan kurtulmak isteyecekler. Liyundira yevmet telak. Ve buna göre Allah Teala o gündən, telak günündən, görüş günündən qorxudur, çəkindirir. O gün birincilər ve axırıncılar cəm olacaq. Səma əhli ve yer əhli hamısı cəm olacaqdır. Yani o gün bizim karımıza kim gelecektir? Bizim aclığımız, susuzluğumuz, heyrətimiz, şaşkınlığımızı aradan kaldıran kim olacaktır? Allah Teala'dan afiyet isteyirik. İkinci manası ise yeltaqi fihil mazlum bi zalimihi. O gün mazlum ona zulmedenle karşılaşacaktır. Yani kim ki dünyada bir kesin hakkını götürüp ona söyüp onun gıybetini edip ve malını elinden alıp ve onun kanını akıdı veya da istenilen zulmün her hansı bir növünü edip Allah Teala adaletli hükümdardır. Allah Teala kıyamet günü adalet məhkəməsində onları cəm edecektir. Ve o gün məzlumla zalim bir araya gelecektir. Allah Teala hak sahibinin kısasını zulmedenden alacaktır. Yani bu hadisi düşünün. Hadis İbn Hibban'ın eserinde geçir. Cabir İbn Abdullah'dan ve Həbəşistana hicret edenler qayıtdıkları zaman Peygamber sallallahu aleyhi ve sellem onlara deyir ki haddithuni bi'acebi şeyin ra'aytumuhu bi ardil Habeşe. Həbəşistan torpağında gördüğünüz en qəribə, təəccüblü, size təəccüblü gelen bir şeyi mənə danışın. Ve onlardan bir dəstəsi deyir ki, bəli ya Resulallah. Biz diye oturmuştuk. Ve bir qarı, yaşlı kadın başının üzerinde su qabıyla geçirdi. Yani su qabı da saxsıdan idi. Ve onun yanından cavan, güclü, əzələli bir cavan keçir. Öz gücü ile övünən, qürrələnən ve ona tərəf gəlir ve elini o kadının, yaşlı kadının kürəyinə koyur ve itəliyir. Ve kadın da yıxılır yerə. Ve su qabı sınır. Ve kadın kalkır ve deyir ki Sawfa ta'lemu ya gadir. Ey hain, sen sonları bileceksin. İza cema'allahu el-evveline vel-ahirin. Allah Teala birincileri ve ahırıncıları cem ettiği gün sen onu da bileceksin. Ellerin ve ayakların danıştığı gün bileceksin. Min emri ve emrihim. Mənim işim ve senin işin necə olacaqdır? Yani benim halım ve o günü sen onda bileceksen benim ve senin halın necə olacaqdır? Ve Peygamber sallallahu aleyhi ve sellem buyurur ki doğru deyip bu olacak. Bu olacaktır. Çünkü Allah Teala buyurur ki ثُمَّ اِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ عِنْدَ رَبِّكُمْ تَخْتَصِمُونَ. Sonra siz kıyamet günü Rabbinizin yanında birbirinizle mübahisə edeceksiniz. Ve her bir insan dünyada arasında mübahisə olan bir kimse ve hemçinin hakkı alınan bir kimse ona qaytarılacak. Abdullah İbni Zübeyir Avvam deyir ki bu aye nazil olduğu zaman sizin hamınız her biriniz kıyamet günü birbirinizle mübahisə edeceksiniz. Deyir ki ya Resulallah
Yani bizim dünyada aramızda olan mübahisələr, ixtilaflar, yani bizim özümüze ait olan meseleler, günahlarımızla bağlı olan işler qaytarılacaq. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, bəli qaytarılacaq. Her bir hak sahibinin hakkı qaytarılacaqdır. Ve seninle başka bir insan arasında bir mübahisə olubsa ve sənə zülm edibsə bir sözle ve yaxud da bundan artık bir şeyle ve o qaytarılacaqdır. Allah Teala hak sahibinin hakkını geri qaytaracaqdır. Ve bunu eşitəndə dəhşətə gəlir. Ve onda deyir ki, vallahi məsələ şiddətlidir. La ilahe gayruh. Həqiqətən məsələ doğrudan da şiddətlidir, asan değildir. Bütün mübahisələr qiyamət günü qaldırılacaqdır, o görüş günü. Yani yevmet telaq, yani görüş günüdür. Zalimle məzlum görüşecektir. Her hansı bir zulüm yerde kalmayacaktır. İbn Abbas radıyallahu anh'dan gelir ki, hatta kıyamet günü mübahisə insanın ruhu ile bedeni arasında olacaktır. Öz ruhu ile ceset arasında mübahisə olacaktır. Ruh bedene diyecektir ki, entellezî fealt. Diyecek, sen bu işi gördün. Ruh beden diyecek, günahı sen ettin. Beden ise ruha diyecektir ki, bunu sevk eden sen oldun. Yani bunu güzelleştiren, günahı vesvese veren sen oldun. Allah Teala onların arasına hüküm vermek için bir melek gönderecektir. Melek onlara diyecektir ki, sizin ikinizin misalı, bedenle ruhun misalı, bir iki neferin misalına benziyor. Onlardan biri gören ama yeriyebilmeyendir, iflicdir. Ve ikincisi ise kördür ama kör ise yeriyebilir. Bunların ikisi bir bostana dahil olurlar. Kör deyir ki, mən yeriyebilirim ama görmürəm. Ama gören, yeriyebilmeyen ise, görebilir ama yeriyebilmir. İflic olan ise deyir ki, mən meyveleri görürəm ama meyveye çata bilmirəm. Ve kör onu belinde daşıyır, görəni, ve bostana dahil olurlar ve oradan meyveden götürürler. Ve melek onlara deyir ki, feyyukum ahakku bil ukube. Sizin ikinizden hansı cezaya daha haklıdır, layıktır? İkiniz de layıksınız. Yani buradan nezarda tutulan odur ki, kıyamet günü hatta mübahisə Allah'ın karşısında insanla, cesediyle, ruhu arasında da olacaktır. Hatta insanla heyvanlar arasında olacaktır. Hatta balaca həşaratlar, gözlerde çətinliklə görünən həşaratlar arasında qisas olacaktır. Yani məzlumun hakkı zalimden alınacaktır. Ve izel vuhuşu huşirat. Yani vəhşi heyvanların həşr olunacağı, toplanacağı gün hakkında Allah Teala haber veren kıyamet günü. Abu Hureyre radıyallahu anh'dan gelen hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, لَيَحْتَصِمَنَّ كُلُّ شَيْءٍ اِلَى اللّٰهِ يَوْمَ الْقِيَامَةِ. Kıyamet günü herkes öz mübahisesini, şikayetini Allah'a kaldıracaktır. Hatta dünyadayken birbirine kelle vuran, tokkuşan koçlar, koyunlar bile. Bir hadiste gelir ki, فَقَالَ يَا أَبَا ذَرْ أَتَدْرِ ف۪ي مَا tantadihan. Yani bilirsen mi ki bu neye göre bunlar tokuşurlar? Deyir ki hayır. Deyir, lakin Allah Teala bilir ve onların arasında hüküm verecektir. Məzlumun hakkını alacaktır. Hatta balaca həşaratların belə hakkı alınacaktır. Buynuzsuz koyunun veya koçun buynuzlu koçtan hakkı alınacaktır. Qarışqanın qarışqadan. Və bəzən ola bilər ki, heyvanlar qiyamət günü sənin düşmənin kəsilsin. Səndən haqqını tələb etsin.
Necə ki bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən qatələ usfuran əbəthə, kim bir sərçəni əbəs yerə, boş yerə öldürərsə, accə ilallah yevməl qiyamə, qiyamət günü o sərçə Allaha şikayət edəcəkdir. Yaqul ya Rabbi səl abdəkə hədə fīmə qatələni əbəthə. Ey Rəbbim, sən bu qulundan soruş, nə üçün məni əbəs yerə öldürmüşdür? Məni fayda üçün, nə üçün öldürməmişdir? Əgər bu quş, bir quş sərçə, qiyamət günü Allah Teala'ya səndən şikayət edirsə və Allah Teala onun mübahisəsini, şikayətini sənin haqqında qəbul edirsə, görün başqa heyvanlar necə? Və yaxud da insanlar arasında olan haqlar necə? Bunlar hamısı qiyamət günü, yəni yevmut təlaq, yəni görüş günü ortaya çıxacaqdır. Bütün haqlar qaytarılacaq insanlara. Nə ilə qaytarılacaq? Həsənətlər və günahlarla. Abdullah ibn Munif radiyallahu anh'a gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala qiyamət günü insanları ayaq yalın, çılpaq, sünnət olunmamış halda həşr edəcəkdir və sonra bir carçı onları çağıracaqdır. Yaxında olan, o eşitdiyi kimi uzaqda olan da eşidəcəkdir. Yaqul ənəl məliku, ənəd dəyyən də deyəcək ki, Allah Teala mənəm hökümdar, mənəm haqq hesab edən. Yəni bir kəs, cənnət əhlindən olan bir kəs cənnətə girə bilməz, əgər başqa bir kimsənin üzərində haqqı varsa və yaxud da kiməsə zülm edibsə. Və la yenbəği li əhəd min əhlindən ən yədxulən nar, və həmçin cəhənnəm əhlindən olan bir kimsəyə haqsızlıq edibsə, onun qisası alınmadan cəhənnəmə girməz. Və deyirlər ki, və keyfə və leysə lənə mə qalu innəmə. Əgər onlar o vaxtı bizdə bir şey olmayacaq, nə atımız var, nə əməl, yəni dinar var, dirhəm var. Necə olacaq? Və deyir ki, bil həsənəti və seyyiət, yaxşı əməllərlə və günahlarla olacaqdır. Yəni o insanın, zalimin yaxşı əməlləri məzluma veriləcəkdir. Qurtardıqdan sonra məzlumun günahları zalima yüklənərək sonra cəhənnəmə atılacaqdır. Allah qorusun. Sən öz halını, yəni Allahın qarşısında düşünə bilərsən, təxəyyül edə bilərsən. Yəni elə bir halda ki, insanın qəlbi titriyir və qəlbi sınmış, bədən üzvləri titriyir və insanın rəngi dəyişir o halın dəhşətindən, o anın dəhşətindən. Və sonra bir carçı çağırır, səni adınla çağırır. Filan kəsin oğlu filan kəs. Və filan kəslər sənin düşmənlərindir. Yəni səndən haqq tələb edənlərdir. İbn Məsud radiyallahu anh deyir ki, İnnehu liyəxudu biyədil abd əvləm yevməl qiyam fəyəxudu alə ruusil xala fəyuqal hədə fulan ibn fulan, hədə fulan ibn fəmən kən indəhu ləhu mazlimə. Hətta qiyamət günü bir insanın əlindən tutularaq gətiriləcək, insanların qarşısına deyiləcəkdir ki, bu filan kəsin oğlu filan kəsdir. Filan kəsin oğlu filan kəsdir və kimin onda haqqı varsa gəlsin. Və hər tərəfdən xasımlar, rəqiblər, düşmənlər, yəni haqq sahibləri onu dairəyə alacaqdır. Və onlardan hər biri bununla sevinəcəkdir ki, o gün elə bir gündür ki, xəsislik günüdür. Hər bir insan nəsə qoparmaq istəyəcəkdir. Və onu qopararaq Allaha çatmaq istəyəcəklər. Hətta az bir şey olsa belə. Həsən-i Basri rahimehullah deyir ki, bir kişi başqasıyla qiyamət günü qarşılaşacaq və deyəcək ki, mənimlə sənin alanda Allah vardır. Və o deyəcək ki, mən səni tanımıram. Və deyəcək, bəli, sən mənim divarımdan torpaq götürmüsən. Və yaxud mənim divarımdan bir saman çöpü götürmüsən. Və onda deyəcək ki, bəli, səni tanıyıram.
və yaxud mənim köynəyimdən bir ip götürmüsən. Yəni gör necə dəhşətli bir gündür ki, insan onu keçməyəcəkdir. Saman çöpünü. Çünki o gün xəsislik günüdür. İnsan nəsə qoparmaq istəyəcək ki, onunla o savab əldə edərək cənnətə girsin. Həqiqətən o gün xəsislik günüdür. Yəni o gün keçmə yoxdur. Yalnız Allah Teala'nın istədikdən başqa. Hətta sənə qarşı ən şəfqətli olanlar belə arzulayacaq ki, səndə bir şey tapsınlar. Səni sevənlər, sənə qarşı rəhimli, şəfqətli olanlar belə səndən bir şey tapmaq istəyəcəklər. Və o günü yafirrul mər'u min əxih, insan öz qardaşından qaçacaqdır. Və ummihi və əbihi, anasından və atasından qaçacaqdır. Və sahibətihi və bəni, öz yoldaşından və evladlarından qaçacaqdır. Və hər kəs qorxacaq. Yəni ona görə qaçır ki, kimsə gəlib ondan nəsə götürməsin. Yəni artıq insan öz həyat yoldaşı qaçır, anası qaçır. Hansı ki ana dünyada onun evladının qalması üçün öz canını fəda verirdi. Onun xoşbəxtliyi üçün, onun rahatlığı üçün. Amma o günü isə istəyəcək ki, evladında nəsə tapsın. Necə də dəhşətli bir səhnədir. Ya o gün insanlar hamısı Allah'ın huzuruna toplaşacaqdır. Ve indallahi teştemil husumu. Ve o gün bütün rəqiblər ve birbirlerine karşı hakları olanlar Allah'ın huzurunda toplaşacaklar. Seta'lemu ya zalumu idel taqina gaden indel meliki menil melumu. Ey zalim! Allah'ın karşısında, sabah Allah'ın karşısında görüştüğümüz zaman onda bileceksen ki kimdir qınanan. Allahu Ekber. Yani insanların haksızlıkları bugün ne kadar çoktur. Ne kadar zulümler var. Dəhşətli şəkildə. Onlar hamısı qaytarılacaqdır. O büyük məhkəmədə Allah Teala hökm verəcəkdir. Yəni təsəvvür edin ki, o məhkəmənin hakimi özü şahiddir. Ve o gün insan Rabbinin karşısında duracak ve düşmanlar her taraftan onu bürüyecektir. Ve her bir kəs öz hakkını ondan tələb edecektir. Kimisini söyüb ve kimisinin qeybətini edib, kimisini tərəzidə, ticarətdə aldadıb ve yaxud da kimsə gəlib deyəcək ki, sən mənə yardım etmədin, mənim zülm olunan anda mənə yardım etmədin. Yəni hər bir kəs yəni öz haqqını ortaya qoyacaqdır. Və bununla insan istəyəcək ki, nəsə bir şey qoparsın, xilas ola bilsin. Əl-yevmə tujzə kullu nəfsin bimə kəsəbət, lə zulməl-yevm. Yəni bugün hər kəsin haqqı tam şəkildə ödəniləcək, bugün heç bir zülm olmayacaqdır. Yani bugün insanların haklarını çiğneyerek gülənlər, fərəhlənənlər, sevinənlərin halı necə olacaqdır? Onların qiyamət günü həsrəti necə də şiddətli olacaq? Amma bugün isə asanlıqla insanların şərəf, ləyaqətinin namusunu çiğnəyir, ələ salır. Ama qiyamət günü onun həsrəti necə də böyük olacaqdır. Və bugün insanların malını götürərək sevinən insanlar, qiyamət günü onların həsrəti necə də şiddətli olacaqdır. Və bəzi insanlar var, kiminsə qanını axıtmaqla sevinir. Amma qiyamət günü şiddəti, həsrəti necə də böyük olacaqdır. Allah Teala'dan afiyet istəyirik. Və o gün insan Rabbinin karşısında duracaqdır. Ve o gün Allah Teala
əməl dəftərlərinin uçmasına izin verəcəkdir. Və zalim insan öz əməl dəftərini götürəcək. Əməl dəftərinə baxacaq. Görəcəkdir, orada yaxşı əməllər də vardır. Liyara ma fiha min al-hasanat fatattasi aynahu min şiddetil hav. Orada gördüyündən dəhşətə gələcəkdir. Və görəcəkdir ki, artıq o həsənətlər hamısı yoxa çıxıb. Etdiyi zülmə görə, etdiyi günahlara görə. O günahlar, zülümlər o qədər həsənətlərin, əməllərin əriməsinə, yoxa çıxmasına səbəb olmuşdur. Onda insanın həsrəti necə də şiddətli olacaqdır. Və onda deyəcəkdir ki, ey Rəbbim, bəs mənim həsənətlərim hanı? Mənim namazım hanı? Mənim orucum hanı? Mənim yaxşılıqlarım hanı? Təqdim etdiyim salih əməllər hanı? Və deyiləcəkdir ki, ey filan kəs, məgər sən filan kəsə zülm etmədinmi? Filan kəsi söymədinmi? Filan kəsin qeybətini etmədinmi? Və o da qəbul edəcək, etiraf edəcəkdir, cavab verəcək, bəli. Və o haqlardır. Yəni o günahlar, o zülümlər sənin həsənətlərini aparmışdır. Onların əvəzi oldu. Kaş ki məsələ bunda dayanardı. Və sonra insan öz əməl dəftərində günahlar görəcəkdir. Böyük günahlar, həlak edici günahlar görəcəkdir, cinayətlər. Və onu xatırlamaya çalışacaq ki, və baxacaq dünyada bunları etməyib. Bu günahları etməyib. Və ağlayaraq başını qaldıracaq və qışqıracaq, ya Rab, vallahi mən bunları etməmişəm. Və deyiləcəkdir, məgər sən filan kəsə zülm etmədinmi? Filan kəsə zülm etmədinmi? Və etiraf edəcəkdir. Həmən günahlardır, əməl dəftərinə köçüb. Birinci insanın savabları gedir, savablar qurtardıqdan sonra o insanın günahları buna yüklənir və sonra cəhənnəmə atılır. Və o insan artıq o zaman iflasa uğradığı ona bəlli olacaqdır, müflis olduğu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ətədrunə mənil müflis. Bilirsiniz müflis kimdir? Və deyirlər ki, müflis bizə görə dinarı və dirhəmi olmayandır, bir malı olmayan kimsədir. Və buyurur ki, mənim ümmətimdən müflis olan kimsə qiyamət günü namazla, orucla, sədəqə ilə gələcəkdir. Lakin kimisini söyüb, başqasını qanını axıdıb, onu vurub, malını alıb və onlar hər biri gəlib onun həsənətlərini götürəcək, savablarını, yaxşı əməllərini, savablar qurtardığı zaman o insanın günahları ona yüklənəcək və sonra cəhənnəmə atılacaqdır. İbn Məsud radiyallahu anh deyir ki, İttəqu zulmə məstata'tum. Bacardığınız qədər zülmdən çəkinin. İnsan qiyamət günü həsənətlərlə gələcək, elə düşünəcək ki, o həsənətlər, o yaxşı əməllər onu qurtaracaq. Və insan da gələcək və deyir, ya Rab, sənin bu qulun mənə zülm edib. Və ona savablardan gedəcəkdir. Və başqa birisi gələcək, ya Rabbi, sənin bu qulun mənə zülm edib. Yenə savablardan veriləcəkdir. Başqa birisi gələcək, sənin bu qulun mənə zülm edib və ona savablarından veriləcəkdir. Nəhayət savablar, həsənətlər tükənəcəkdir. Və sonra onların günahlarından ona yüklənəcək və sonra cəhənnəmə qoyulacaqdır. Allah Teala hər birimizi qorusun. Və buna görə də yəni sələflər, salihlər qorxurdular. Nə qədər xeyir, namaz, ibadətlər olmasına baxmayaraq zülmə düşməkdən qorxurdular. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm bəşəriyyətin ən əfsəli olan deyir ki, Abu Davudun Sunan əsərində İnni lə arcu ən əlqallaha və leysə əhədun minkum yutalibunu bimazləmətin fi dəmin əv məlin. Mən ümid edirəm ki, sizdən heç kəs məndən hər hansı bir qan və yaxud da mal haqqı tələb etmədən Allaha qovuşmağı ümid edirəm. Bu hədis ona işarədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm zülümdən qorxurdu. Və həmçinin ondan sonra sahabələr, salih insanlar zülümdən qorxurdular.
Ömer radiyallahu anhu Beytülmal'a Muayqibi təyin edir. Yəni ora baxmaq üçün. Və bir gün oranı yığışdıranda orada bir dirhem tapır. Və onu götürür. Onu Ömer radiyallahu anh balaca bir uşaqlarından, oğlanlarından birinə verir. Və o da atasının yanına gedir və o dirhemi görür. Ömer radiyallahu anh uşağın əlində dirhemi görür. Muayqibin yanına adam göndərir. Deyir ki, ey Muayqib, Allah'tan qorx. Bu nədir? Mənimlə sənin aranda nə vardır? Məndən nə xoşlamırsan? Mə həmələkə ən təfələ hədə. Yəni, bunu etməyə sən nə vadar etdi? Və o da deyir ki, nə olub? Qal, əraddə ən tuxasıməni ümmətü Muhammedin sallallahu aleyhi və səlləm fi hədə dirhəm. Deyir, sən istəyirsən ki, bütün Muhammed sallallahu aleyhi və səlləmin ümməti bu dirhəmə görə məndən haqqını tələb eləsin. Bir dirhəmə görə ümmət tələb eləsin. Yəni, Umar radiyallahu anhu, yəni Allahın qarşısında belə bir zülmə düşməkdən yəni qorxurdu. Abu Darda radiyallahu anhu, onun bir dəvəsi var idi. Ona Dəmun deyilirdi. Və ona gəlir və ona sığal çəkir, əl çəkir və deyir ki, ya Dəmun, lə tuxasımni ilallah yevməl qiyamə. Qiyamət gün məndən Allah'a şikayət eləmə. Yəni, heyvanlar da, yəni insanın qiyamət günü xasmı ola bilər. Onun düşməni ola bilər. Ondan şikayətçi ola bilər. Və həmçinin buna oxşar nə qədər sələflərdən, Ömər ibn Abdüləzizdən də var, digərlərindən də onların necə yəni zülümdən yəni qorxmalarına. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mə minkum min əhədin illə seyükəllimuhu rabbuhu. Sizdən elə bir insan olmayacaq ki, Rəbbi ilə onun arasında kimsə olsun. Tək Rəbbi ilə tərcüməçi olmadan Allah Teala onunla danışacaqdır. Təsəvvür elə, Allahın qarşısında durmusan və Allah Teala sənə günahlarını xatırladır və bir-bir sən onlara etiraf edirsən. Ya abdi istəhiyyət min xalqi əxfeytə zəmbə anhum. Ey qulum, sən mənim yaratdıqlarımdan həya etdin, günahı onlardan gizlətdin, məndən utanmadın, günahla mənə qarşı çıxdın. Ya abdi ələ muhsin iləykə. Mən sənə ihsan etmədimmi, yaxşılıq etmədimmi? Və qul da bunları etiraf edərək bəli, bəli deyir. Və onda insanın halı necə olacaqdır? Əməstəhiyyəytə ta'sini və tuxfi zəmbə ən abdi. Məgər mənə qarşı çıxmağa həya etmədimmi? Günahı isə mənim qulumdan gizlədirsən. Və bil-isyani tə'tini və mənə qarşı günahla gəlirsən. Və mə qavli ləhu limə yu'atibuni və yaxsin innəl insənə minnə idə əsəd haqqa insənə əhsənə iləyh. Yəni insanın onda nə üzü olacaqdır? Hansı üzlə Rəbbinin qarşına çıxacaqdır? Bir insan, yaxşılıq edən bir insana qarşı insan çıxdığı zaman, yəni pislik etdiyi zaman, görsən insan utanır. Hansı ki bir insan ona davamlı yaxşılıq edir, ona pislik edib. Və sonra onun qarşısına çıxma həya edir. O hərəkətinə görə. Yəni görün, bütün xeyirlər insanın Rəbbi tərəfindəndir. O günahlarla insan Rəbbinin qarşısına hansı üzlə çıxacaqdır? Və Allah Teala günahları insana bir-bir xatırladacaq. O günü, görüş günü. Filqiyahum ala hali və minhum men yalqallah bir rida. İnsanlardan elləri Allah Teala'nın razı qaldığı halda, rahat halda, əminlik içərisində görüşəcəkdir. Və bunlar itaət əhlidir. İnsanlardan elləri də qəzəb halında Allahla görüşəcəkdir. Allahın ona qəzəbi tutduğu halda. Qorxu içərisində, narahat olaraq görüşəcəkdir. Bunlar günah əhlidir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mən əhəbbə liqa Allah, əhəbbə Allah liqah. Yəni kim Allahla görüşməyi sevərsə, Allah Teala onunla görüşməyi sevər. Bunlar kimlər? Bunlar Allahla görüş üçün hazırlaşanlardır. Salih əməllərlə. Və mən kərihə liqa Allah. Kim Allahla görüşməyi xoşlamazsa,
Allah da onunla görüşmeyi hoşlamayacaqdır. Keyfel kudumu alallah emmel abd el mumin kel gaib izâ qadim alâ ehlihi. Onda insanın Rəbbinə tərəf getməsi, Rəbbi ilə görüşməsi necə olacaqdır? Müminin Rəbbi ilə görüşməsi ailəsindən uzaq düşən insanın ailəsinə qayıdışı kimi olacaqdır. Sevinclə olacaqdır. Amma günahkar insanın qayıdışı isə ağasından qaçmış insanın, qaçmış bir qulun qayıdışı kimi olacaqdır. Bilal İbn Harisin hədisində deyir ki, İnnə rəculə yetəkələm bil kəlmin irvadinləh. İnsan deyir, Allahın razılığına elə söz danışar, ona fikir verməz. Yəni, onun o dərəcədə Allahın razılığına gəldiyini bilməz və Allah da qiyamət gününə qədər ondan razı qalar. Və minən nəs mən yəlqə Allah azə və cələ və huvə fi nuri vəcih. Və insanlardan ellər vardır ki, üzü nurlu halda Rəbbi ilə görüşəcəkdir. Nurlu halda, bədəni nurlu olduğu halda, gözəl halda görüşəcəkdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mən məşə bi zulmətil leyli iləl məsəcid. Yəni, kim gecənin qaranlığında yeriyərək məscidlərə gedərsə, ləqiyallaha bi nurin təmin yevməl qiyamə. Qiyamət günü tam bir nur içərisində Allahla görüşəcəkdir. Fərəh içərisində, sevinç içərisində. Həmçinin oruç tutan insanın iki sevinci vardır. Birincisi oruç açdığı zaman, ikincisi isə qiyamət günü Rəbbi ilə görüşdüyü zaman sevinç içərisində olacaqdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən təazzamə fi nəfsi və xtəli fi mişəl. Kim deyir, özünü böyük apararsa, təkəbbürlü edərsə və yerişində təkəbbürlü yeriyərsə, və huvə aleyh qadban və Allahın ona qəzəbi tutar. Minən nəs mən yəlqallah zənihin. İnsanlardan elə kimsə olacaqdır ki, zinakar halında Allahla qarşılaşacaqdır. Kimisi oğru olaraq qarşılaşacaqdır. Necə ki, Tabarani'də gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə təzəvvəcər rəculul mar'ətə alə məhrin. Yəni, bir kişi bir qadınla müəyyən bir mehir razılığında evlənərsə, yəni para başlığı. Qal av kəfə və fi niyyətihi av əksər, müəyyən miqdar və yaxud da çox, amma niyyətində isə onu verməmək olarsa və onu verməzsə, qadının mehrini verməzsə, o Allahla görüşdüyü zaman zinakar kimi görüşəcəkdir. Və idəstədənə rəculü deynən, bir kişi başqasından bir borc alarsa, amma niyyətində onu qaytarmamaq niyyəti olarsa və belə ölərsə və o insan qiyamət günü oğru kimi Allahın qarşısına çıxacaqdır. Yəni, kim Allahın qarşısına əminlik içərisində çıxacaqdır? Dünyada Allahdan qorxan kimsələr. Allah Teala ilahi hədisdə buyurur ki, və izzəti və cəlali, mənim izzətimə və cəlalıma and olsun ki, mən bir qulum üçün iki əminliyi və iki qorxunu cəm etmərəm. Əgər qulum dünyada ikən məndən qorxarsa, qiyamət günü qorxusuz edərəm. Əgər dünyada qorxmazsa, qullarımı cəm etdiyim günü onu qorxu içərisində edərəm. İnsan qiyamət günü o əməllərin ondan uzaq olmasını istəyəcəkdir. Yevmə tecri kullu nəfsin mə amilət min xeyrin muhdara. O gün hər bir kəs etdiyi əməlin qarşısında hazır olduğunu görəcəkdir. Və mə amilət min su, və hər bir pisliklər onun qarşısında olacaqdır. Yəvəddu ləv ənnə beynəhə, təvəddu ləv ənnə beynəhə və beynəhə əmədən bəilə. Və o gün insan arzulayacaq ki, onunla o əməllər, o günahlar arasında uzaq bir məsafə olardı. Alimət nəfsun mə qəddəmət və əxxarat. O gün hər bir nəfs təqdim etdiyini, təxir etdiyini, yəni etdiyi bütün əməlləri biləcəkdir. Və mən ya'məl mithqalə zərratin xeyran yara. Kim zərrə qədər bir xeyir əməl edərsə, onu görəcəkdir. Zərrə qədər şər edərsə, onu da görəcəkdir. Və buna görə insan Rəbbinin qarşısında olan halını düşünsün.
Və o gün insan görəcəkdir ki, orada xırda əməllər də vardır. Hansı ki, onları unudub. Yəni, kiçik günahlardır, insan onları unudub. Günlərin və gecələrin keçməsi ilə. Amma Allah Teala unutmayıb. Əhsahullahu və nəhsu, necə ki Allah Teala Quranda buyurur. Allah Teala onları hamısını saymış, onlar isə onu unutmuşlar. Və onlar insan təəccüblənəcəkdir. Görəndə ki, əməl dəftərində kiçik günahlar var, ona fikir vermirdi. Ona belə aşağı baxırdı, heç nə olmaz, problem deyil. Və görəcək ki, elə əməl dəftərinin elə önündə kiçik günahlar var. Allah Teala Kəhf surəsində xəbər verir. Və vudi'al kitab. Kitab, əməl dəftəri açılacaq. Fətaral mucrimin müşfiqin mimma fi. Sən günahkarların orada olandan qorxduğunu görəcəksən. Kitabı görəndə qorxacaqlar. Və yəquluna ya veylətənə. Deyəcəklər, vay bizim halımıza. Məli hədəl kitab, nə olub bu kitaba? Lə yuqadiru sagiratan və lə kəbiratan illə əhsaha. Hər bir kiçik, böyük günahı nəzərdən qaçırmadan hamısını saymışdır. Yəni, insan kiçik hesab edib, baxışlar olsun, danışıqlar olsun, görəcək ki, artıq orada var. Və vəcədu mə amilu hadira. Etdiyi əməllərin hamısını orada hazır görəcəkdir. Və la yadlimu rabbuka ahada. Və sənin Rəbbin əsla heç kimə zülm edən deyildir. Və onda insan qışqıracaq peşmançılıqdan. Vay mən halıma. Kaş ki mən Peyğəmbərin yolunu tutaydım. Ya veylətə ləm ətəxiz fulan, leytəni ləm ətəxiz fulanan xalilə. Kaş ki mən filan kəsi özümə dost tutmazdım. Ləqad adallən ani zikri ba'də idcəni. Artıq bütün bunlar mənə bəlli olduqdan sonra məni azdırdı. Və kənə şeytan lil insani xazulə. Və şeytan da belədir, insanı azdırdıqdan sonra yalqız buraxır. Və buna görə Allah Teala bizi o görüş günündən qorxudur. Yəni, indi anladıqmı nədir görüş günü? Necə də dəhşətli bir səhnələr vardır. Amma o yaxınlaşıb. İnsanlar onu uzaq görürlər. Allah Teala buyuruyor, İqtarabə linnəsi hisabuhum və hum fi qaflətin mu'ridun. İnsanların hesaba çəkiləcəyi vaxt yaxınlaşır, onlar isə qəflət içərisində üz döndərirlər. Yəni, bütün bunlar hamısı insanın qəflət yuxusundan ayılması üçündür, ibrət alması üçündür. Yəni, bu gün üçün hazırlaşmışıqmı? Və Peyğəmbər sallallahu aleyhi və səlləmin o gündən qorxusu şiddətli olardı. O günün dəhşətindən Peyğəmbər sallallahu aleyhi və səlləmin saçları ağarmışdı. Ona görə hədisdə gəlir ki, şəyyəbətni hudun və axavatuha. Hud surəsi və orada olan, yəni ona oxşar surələr məni qocaltdı, yəni saçımı ağartdı. Vaqiə, Mursələt, Ammə, İzə şəmsu kuvirat. Yəni bu surələr, əgər insan bu surələri düşünərsə, görər ki, orada əsas qiyamətdən danışılır. Yəni Allah Teala hər birimizi o gündən qorusun, o günün dəhşətindən. Və bununla kifayətlənir, Allah Teala eşidib, yaxşısına tabi olanlardan etsin. Və sallallahu alə nəbinə Muhammed və alə alihi və sahbihi və səlləm.